Erdoğan'ın Qəzza açıqlaması, sülhün yeganə yolu nədir? Bəli, 14 oktyabr tarixli və gündəm xəbərin efirində bir siyasi xəbər diqqətinizə çatdıracağıq. Belə ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, Yaxın Şərqdə ədalətli və davamlı sülhün yeganə yolu 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasıdır. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Erdoğan bu fikirləri Misirdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib. O, Şərm-el-Şeyxdə keçirilən və Qəzza zolağında atəşkəs razılaşmasına həsr olunmuş söz samitində iştirak edib. Türkiyə lideri vurğulayıb ki, Qəzzanın bərpası həyati əhəmiyyət daşıyır və Ankara bölgə əhalisinin qış gəlməmiş normal yaşayışla təmin olunması üçün bütün səyləri göstərəcək. Qeyd eləyək ki, ötən gün Şərm-el-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalandı və sənəd Türkiyə, Qətər, Amerika və Misir liderləri tərəfindən Yaxın Şərq sülh samiti çərçivəsində imzalanmış oldu.